Yəni erkən boşalma dedikdə cinsi əlaqə müddətinin kiçilməsi nəzərdə tutulur. Ümumdünya Səhiyyə Təşkilatının normativi var. Əvvəllər cinsi əlaqə müddəti 2 dəqiqə müəyyən olunmuşdu. Son vaxtlar bu normativ dəyişilib 5 dəqiqə müəyyən olunubdur. Amma ümumiyyətlə cinsi əlaqənin müddətinin 5-10 dəqiqə çəkməsi daha məsləhətlidir. Nəyə görə ki, bu qadının orqazma çatma imkanlarını artırır. Yəni bildiyimiz kimi qadınlarda orqazmin baş verməsi biraz kişiyə nisbətən gec olur. Ona görə də bu cinsi əlaqə müddətinin 5 dəqiqə və üzəri olması, 10 dəqiqəyə qədər olması, 10 dəqiqədə daxil olmaqla olması daha məsləhətlidir. Çünki bu zaman qadınların da orqazma çatması alınır. Təbii ki, cinsi əlaqənin əsas şərtlərindən biri hər iki tərəfin həzz almasıdır. Bundan kənar olduqda cinsi əlaqə tam hesab olunmur. Və kişilərdə də son vaxtlar daha da artıbdır. Erkən boşalmalar çox artıbdır. Əsasən gənc nəsildədir, amma yaşlı nəsildə də son vaxtlar bunlar artıbdır. Demək, bunlar bu cinsi xəstəlik, müstəqil cinsi xəstəlik deyil yəni. Erkən boşalma bir çox xəstəliklərin bir əlaməti kimi çıxış edir. Bunlar hansı xəstəliklərdir? Bunlar xroniki prostatitdir, cinsi infeksiyalardır, onurğada olan problemlərdir. Onurğada belə bir problem olur. Parasentral paycıqların sindromu, belə bir onurğa xəstəliyi var. O xəstəlikdə çox çətin müalicə olunan erkən boşalma olur. Yəni onu demək olar ki, düzəltmək çətin məsələ. Çox mümkün olmur onu müalicə eləmək. Daha sonra beyində serotonin adlanan maddə var. O maddənin ifrazatının azalması da erkən boşalmaya səbəb olur. Yəni bu saydığım sonra əsəbi vəziyyətlərdir, nevrozlardır, nevrotik vəziyyətlərdir. Bütün bunlar demək kişilərdə erkən boşalmanın baş verməsinə səbəb olur. Gənc nəsil üçün bu belə də bir o qədər problem yaratmır, çünki onlarda imkan olur. Yəni bədəndə testosteron yuxarıdır. İkinci dəfə əlaqədə olub, belə deyək, özlərini tam təmin edə bilirlər və yaxud qarşı tərəfi təmin edə bilirlər. Amma yaşlı nəsildə bu məsələ biraz çətinləşir, çünki 35-40 yaşdan sonra artıq